Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasının efirində region xəbərlərinin vaxtıdır. Studiyada Röyə Bənelyarlı və əvvəlcə qısa xəbər başlıqlarına nəzər salaq. Ağdam-Xankəndi dəmir yolunda tikinti quraşdırma işlərinin 29% tamamlandı. Qazaxda evdə partlayış oldu. Dəm qazının növbəti qurbanları. Bu dəfə Qusar və Xırdalanda faciə yaşandı. Qar bəzi yollarda problemlər yaratdı. Bəs təsərrüfata necə təsir etdi? Son 5 ildə yanvar aylarında qar yağmaması səbəbdə taxılların, gəmiricilərin, zərərvericilərin səbəbi çoxalmışdır. Qış fəsli yuxarı yaycıya təkcə qar gətirməyib. Kəndi həm də nağıllar dünyasına çevirib. Yuxarı yaycı kəndi bugün qışın ağ libasına bürünüb. Və təfərrüatı ilə azad ərazilərdə infrastrukturun qurulması davam etdirilir. Avtomobil və dəmir yollarının tikintisi prioritet olaraq qalır. Ağdam-Xankəndi dəmir yolu xəttinin də layihələndirilməsinin 81%, tikinti quraşdırma işlərinin isə 29%-i yerinə yetirilib. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 81%, tikinti quraşdırma işlərinin